həm sayca artırdı, həm də öz mövcudiyyətinin səbəblərini dərk etməyə başlayırdı. Və sosializmdə məhz elə bu dövrdə istismarın, ədalətsizliyin və sifil ziddiyyətlərin pik həddə çatdığı bir şəraitdə kapitalizmin alternativi kimi ortaya çıxdı. Yəni insanlar artıq sadəcə xeyirxah sözlər deyil, fundamental dəyişikliklərlə də köhnə dünyanı dəyişmək istəyirdilər. Və sosializm də bu dövrdə təkcə bir iqtisadi sistem kimi deyil, bütöv bir dünya görüşü və həyat tərzi və gələcəyə inamla formalaşmağa başlayırdı. Yəni gördüyümüz kimi sosializmin tarixi və inkişafından bəhs edəcəyik. Lakin biz indi onu görürük ki, biz sosializm böyük minvalda digər bütün siyasi ideologiyalar kimi məcburiyyətdən doğmuş bir şeydir. Amma bu məcburiyyət sistemin istismarına aiddir. Yəni kapitalizmin əslində nə dərəcədə uğursuz olduğunu biz burada görə bilərik. Çünki nəzərdə tutalım ki, digər siyasi ideologiyalar və yaxud da ki, yaşam tərzləri yalnız və yalnız artıq o şaşıb dolduqdan sonra, yəni uzun bir müddət keçdikdən sonra artıq dözülməz olduğu ərəfədə başlayır. Deyək ki, yeni bir ideoloji quruluşlar axtarılır. Məsələn, feodalizm dövrü eramızın 3 və yaxud da 5-ci əsrindən ta, yəni 17, 18, elə yerlərdə də 20-ci, 19-cu əsrlərə qədər keçən bir keçid dövrü formalaşdırırdı. Yəni feodalizmə qədər də ibtidai quldarlıq cəmiyyəti var idi. Quldarlıq cəmiyyəti də uzun bir müddət öz varlığını qoruyub saxlamışdı. Amma kapitalizm yarandığı ilk günlərdən bəri artıq